Şəhid Şahin Cəfərlinin xatirəsinə tikilmiş bulağın təntənəli açılışı olub. Açılışda şəhidin ali üzvləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti nümayəndələri iştirak ediblər. Çıxışlar zamanı bildirilib ki, qəhrəman şəhid Şahin Cəfərli 28 iyun 1994-cü ildə Oğuz rayonunun Xalxalqışla kəndindən anadan olub. 2000-2011-ci illərdə şəhid İntizam Rəhimov adına Qumbula kənd tam orta məktəbini bitirib. Şəhidin ən böyük arzusu torpaqlarımızın düşməndən azad edilməsi idi. 2016-cı ildə aprel döyüşləri zamanı sərras atıcı kimi iştirak edib. 2020-ci ilin sentyabrında səfərbərliyi ilə bağlı hərbi təlim toplanışına cəlb edilib. Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Şahin Cəfərli 2020-ci il sentyabrın 27-sində Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Murovdağ döyüşlərində savaşıb. Şahin Cəfərli oktyabrın 1-də Murovdağ döyüşlərində qəhrəmancasına vuruşaraq şəhid olub. Şahin Cəfərli oktyabrın 2-sində Xalxalqışlaq kəndində dəfn olunub. Sonda şəhidin xatirəsinə tikilmiş bulağın açılışı olub. İlkin Akifoğlu, Ceyhun Əhmədov, SSTV Xəbər, Oğuz.